2024-cü il qəbul imtahanında istifadə olunan 4-cü suala baxıram. Zehin sözünə əsasən cədvəldəki düzgün fikirləri müəyyən edin. Deyir, əgər təhsili haldadırsa nə olur? Zehni. Eləmi? Bu i düşəcək. Demək, ikinci hecasındakı sayt düşmür. Xeyr, düşür. Bu getdi. 2 hecalıdır. Bəli, zehin 2 hecalıdır. Əgər təhsili halda olarsa zehni. Yenə də 2 hecalı olacaq, eləmi? 1, 2. Çünki i'nin biri düşür axı. Cümlədə xəbərin ifadə vasitəsi ola bilməz. Tamamlıq xəbər, daha doğrusu təhsili halda söz xəbər ola bilmir. Ona görə doğrudur. 2-ni götürəcəksən. Tamamlıq olur da. Adlıq halda olan isimdirsə zehin. Elə olduğu kimi mübtədanın ifadə vasitəsi kimi çıxış edə bilər. Bəli. Nə? Zehin adlıq haldadırsa mübtədanın ifadə vasitəsi ola bilər. Yəlik halda olan isimdən ayrı işlənə bilməz deyir. Niyə işlənə bilməsin ki? Adlıq halda olan söz yəlik halda olan isimdən niyə ayrı işlənə bilməsin? Belə bir şey indiyə kimi heç vaxt görməmişik. Cavab demək burada nə olacaq? 2 və 3 C variantı.